Metro hər cür yerüstü təhlükələrdən gizlənə biləcəyiniz əsas strateji sığınacaq hesab olunur. Bunlar yalnız bir anlıq təhlükədən gizlənmək üçün yox, həm də uzun müddət təhlükəsiz qalmaq üçündür. Hərbi siyasi təhdidlər mövcud olduğu indiki dövrdə bunkerlər məsələsi getdikcə aktuallaşır. Bu tunellərin tikintisinin ilk nümunəsini tarixən London göstərib. Sonradan Sovet İttifaqı da bu məsələdə böyük uğur qazanıb. Dünyada ilk universal bunker bugün də öz aktuallığını qoruyan metrodur. London metrosu 19-cu əsrdə oxşar strateji obyekt olub. İngilis yazıçısı Peter Ackroyd Yeraltı London kitabında London metrosunun infrastrukturunu ətraflı təsvir etmişdi. Bu stansiyaların bəziləri 2-ci Dünya müharibəsi başlanmazdan əvvəl inşa edilmiş, bəziləri nüvə münaqişəsinin təhdidi dövründə ortaya çıxmışdı. Bütün bu yeraltı keçidlərin dövlət məhəllələrinə bağlı olduğu iddia edilir. Ancaq bunun heç bir sənədi sübutu yoxdur. 1942-ci ildə 3 kilometrə qədər dərinlikdə tutumlu bir bunker və telefon stansiyasını birləşdirən geniş bir quruluş təsis edilib. Oraya giriş adi bir yaşayış binasından idi. 1950-ci illərdə orada yaşayış yerləri, yeməkxana və 6 aylıq tədarük üçün ambarı olan yarım mil uzunluğunda 2 tunel yaradıldı. Tarixçilərin fikrincə, Londonun bütün ərazisinin nəhəng bomba sığınacağı şəkildə yerin altında da əks olunur. Üstəlik, yerli sallanməçilər Moskvanın bu baxımdan Londondan geri qalmadığını iddia edirlər. Yeraltı Moskvaya gəlincə, bunun daha çox nə olduğunu anlamaq çətindir. Həqiqət, yoxsa fərziyyə? Sovet dövründə belə obyektlər məxfilik şəraitində tikilirdi və adi bir ziyarətçi oralara daxil ola bilməzdi. Böyük şəhər metrosunun Serdə 1935-ci ildə meydana çıxdığı dəqiq məlumdur. Bu barədə məlumatı Cəhənnəm kitabının müəllifi Vladimir Qanik qeyd edir. O 20 ildən artıq müddətdə hərbi xəstəxanada həkim olaraq və xüsusi xəstələrlə təmasda olarkən gizli Moskva tunelləri haqqında məlumat topladığını iddia edib. Öyrənməyə müvəffəq olub ki, paytaxt torpaqları altında yuxarı idarələr üçün 200 kvadrat metrə qədər komfortlu yer ayrılıb. Moskvalıların gözlə görə bildikləri bunker yalnız quruda yerləşən, şəhər səviyyəsindən 40 metr aşağıda olan Stalinist 703 bunkeridir. Bu binalar Sovet dövründə Xarici İşlər Nazirliyi tərəfindən mühüm arxiv sənədlərinin saxlanması üçün istifadə olunurdu. Rusiyada yeraltı bunkerlər metronun xüsusilə dərin qollarında yerləşirdi və ölkənin yüksək vəzifəli şəxslərin evakuasiyası üçün düşünülmüşdü. Kremlin nəzdindəki əsas komanda məntəqəsi, habelə Moskva Dövlət Universitetinin ərazisində qəfil müharibə olacağı təqdirdə hökumətin yeraltı sığınacağının olduğu barədə də şayələr var. Bu metronun tunellərinin Vunkova hava limanının və IP terminalına apardığı da bildirilir. Eyni kontekstdə Samara şəhərinin Kuyubşev adlandırıldığı vaxtlar da tez-tez xatırlanır. Böyük Vətən müharibəsi illərinin ehtiyat Sovet paytaxtı hesab edilən bu şəhər, metro inşaatçılarının və NKVD-nin xüsusi inşaatçılarının qüvvələri tərəfindən ciddi dəyişikliklərə məruz qalıb. Orada sığınacaqların təsis olunduğu dərinlik 30 metrə çatır. Bir-birinə bağlı xətlərin ümumi uzunluğu dəqiq məlum deyil. Obyektlərdən biri ən dərini 1941-ci ildə Moskvadan təxliyə ediləcəyi təqdirdə xüsusi olaraq Stalin üçün nəzərdə tutulmuşdu və yeraltı teatrın altında yerləşirdi. Onun yeraltı kameralarında zərbə dalğasını sovuşdurmaq üçün xüsusi labirintlər şəklində ümumi uzunluğu 1 kilometrə qədər keçidləri olan komanda postları qurulmuşdu. Marşal Jukov üçün 900 kvadrat metrə qədər ehtiyat paytaxtının 3-cü bunkeri tikildi. Hazırda bu metrolardan bəzilərini bələdçili turla ziyarət etmək olar. Lakin keçidlərin əksəriyyəti artıq su altında qalıb. Sankt-Peterburqda da yeraltı zonalar var. Torpağın xüsusiyyətlərinə görə o zaman bu şəhərdə rekord dərinlikdə metro tikildi. Eyni zamanda bunkerlər də təsis edilmişdi. 80-ci illərdə Sankt-Peterburqda Metro 2 adlanan yeraltı sığınacaqlara nəzarət edən keçmiş DTX zabiti gizli zindanların da olduğunu deyib. Onların sözlərinə görə 1950-ci illərdən orada konserv ehtiyat saxlanılıb və bunkerlərin özləri də ordu kazarmaları kimi təsis edilib. Yerə qənaət edən 2 qat çarpayılar, isti yun yorğanlar, radiolar və əla havalandırma vardı. Rəsmi məlumata görə Sankt-Peterburq yaxınlığında metronun özündən başqa 353 bomba sığınacağı var. Samarada olduğu kimi bugün də onların bəzilərini su basıb.